Belə bir sual verilərsə, sinif daxili konfliktləri necə həll edirsiniz? Necə cavab verək? Belə deyim də, sinif daxili əgər konflikt olarsa, sinif daxili konfliktləri iclas keçirdərəm, yazılı və ortaq məxrəcə gəlmələrini istəyərəm. Əgər şagirdlər bir-biri ilə konflikt yaşayırsa, onları yazı yazdıraram. Yox, yazı yazdıraram. Haqqında buyurun. Orada müəllimə, ümumiyyətlə elə bu bir qaydadır, bu bir mexanizmdir. Sinif daxili konfliktlərin həll olunmasının 3 yolu var. Sinif iclaslarının keçirilməsi, yazılı və ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyaları. Bununla biz sinifdə olan konfliktləri həll edib ortadan qaldıra bilərik, deyə bilərsiniz. Müəllimə, yoldaş qiymətləndirməsinin əhəmiyyəti nədən ibarətdir? Nə verir şagirdə? Əsasən cütlərlə işdə, qrup işində, sonra bu kimi işlərdə yoldaş qiymətləndirilməsi böyük bir əhəmiyyət daşıyır. Yoldaşları bir-birlərini tanıyırlar. Bir-birlərinə rəy verirlər. Bir-birlərinə rəy vermə bacarıqları olur orada, əməkdaşlıq kimi, ünsiyyət bacarıqları, aktiv dinləmə, fəal dinləmə kimi bacarıqlar şagirdlərdə formalaşdırır. Yəni şagirdlərin bir-birinə rəy verməsini təmin edir yoldaş qiymətləndirməsi. Bunu belə deyə bilərsiniz müəllimə. Valideynlə münasibət qurmaq üçün nə etmək lazımdır? Valideynlə münasibət qurmaq üçün ilk öncə empatiya hissimiz olmalıdır ki, özümüzü valideynin yerinə qoya bilək. Başqa nələrlə biz valideynlə pozitiv bir münasibət yaratmağa cəhd göstərə bilərik? Tək empatiya qurmaqla olur bu məsələ. Yoxsa təşəbbüsü ələ alıram valideynlə münasibətdə, pozitiv münasibət yaratmağa çalışıram, onu anladığımı göstərirəm, deyə bilərsiniz. Özümü onun yerinə qoyuram. Empatiya qurmaq elə özünü onun yerinə qoymaq, onu anlamaqdır müəllim. Elə orada empatiyanı onu elə deyə bilərsiniz. Valideynlə münasibətdə konfidensiallığı qoruyuram, bunu deyə bilərsiniz müəllimə. Bəli, və onunla bəzən baxırsınız ki, deyək ki, laqeyd valideyn var da, övladı ilə maraqlanmır. Bu zaman təkidli, israrlı oluram. Bunları da qeyd edə bilərsiniz, deyə bilərsiniz müəllimə. Meyarlar nəyə əsasən müəyyən olunur Şəbnəm müəllimə? Meyarlar təhsil alt standarta. Yox. Meyarlar alt standarta. Təlim nəticəsinə. Təlim nəticəsi də alt standarta. Alt standarta, bəli. Deyə bilərsinizmi, məktəb rəhbərliyi ilə yola gedirsinizmi? Məktəb rəhbərliyi ilə bəli, yola gedirəm. Yəni, heç bir problemim yoxdur. İstər məktəb rəhbərliyi ilə, istər zavqçılarla, istər müəllimlərlə, kollektivimlə ümumiyyətcə yola gedirəm. Yaxşı. Deyək ki, bax, müəllimə, təsəvvür edin ki, sabah dərsinizdir. Hansı hazırlıqları görürsünüz? İlk öncə cari planlaşdırmanı açıram. Perspektiv planlaşdırmama baxıram. Sabahki dərsimi bilirəm ki, hansı dərsdir. Ondan sonra cari planlaşdırmada, gündəlik planlaşdırmada ilk öncə yazıram. Sonra fənlər arası və fən daxili inteqrasiyalar eləyirəm. Yox. Ora gedib çıxmayın. O elə icmalın içindədir də. Sizdə ixtisas nədir Şəbnəm müəllimə? Fiziki tərbiyə. Fiziki tərbiyəçi sizdə idman zalına gedirsiniz. Müəyyən resurs, siz yəni düşünürəm ki, müəyyən resurslar aparırsınız da. Məsələn, bir də olar ki, heç məktəbdə yoxdur da. Deyək ki, nə bilim, bu gün uşaqlar top oynayacaq, topla bağlı hansısa bir, nə bilim, kəndir lazımdır, kəndirlə bir oyun keçirdəcəksən. Məsələn, o resurslarımı, onları siz elə öz ixtisasınıza uyğun deyə bilərsiniz. Resurslarda da bizdə fitdir, nə bilim, topumuzdur,
Əgər dərsimdə voleyboldursa, voleybol topudur, Ay, sonra. setkadır, bunların hər birini nəzarət yazıram. Yazıram yox. Məsələn, hansısa bir resurslarınız əgər evdən aparacaqsınızsa, onları qeyd edirsiniz ki, məsələn, mən resurslarıma, cari planlaşmama baxıram və o aparacağım resursları müəyyənləşdirirəm. Belə deyə bilərsiniz müəllimə. Doğrudur. Alt standart neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Hansılardır? Birincisi bilik komponenti, fəaliyyət komponenti. Bilik və fəaliyyət deyin elə müəllim. Bilik və fəaliyyət deyin. Yaxşı müəllimə. Ümumiyyətlə deyə bilərsinizmi müəllimə? Sizi işinizdə motivasiya edən nədir? İşimi sevməyim. İlk öncə öz işimi sevməyim. Aha. Heç belə şagirdlərinizin uğurunu da vurğulaya bilərsiniz müəllimə orada. Heç yarışlarda, idman yarışlarında yer tutan, iştirak edən, məsələn, idmana marağı, həvəsi olan şagirdləriniz var. Sağlamlıqdan yer tutan şagirdlərimiz var. Onları da vurğulaya bilərsiniz müəllimə. Yəni verilən sualları ixtisasınızla bağlı, yəni cavablandıra bilərsiniz, ixtisasınızla bağlaya bilərsiniz. Yəni elə məcbur deyil ki, orada mən bunu yazmışamsa, elə bunu deməlisiniz, yəni kənardan yox. Yəni özünüzün də əlavələriniz, yəni eləyə bilərsiniz müəllimə. Təşəkkürlər Şəbnəm müəllimə. Çox sağ olun. Sevda İskəndərova burada. Bəli, müəllimə.